bağlamaqla, oğurluqla məşğuldur və bunun balaca, yəni davamçısı oğrulardan, balaca oğrulardan biri. Çünki əgər bunun ailəsinin başçısı oğrudursa, bu uşaq da həmin oğrunun oğurladığı pullarla biznes qurur. Hər bir halda Əli Ağalarov o yaşdadır ki, onun babası nə ilə məşğul olduğunu, Azərbaycanda sosial və siyasi vəziyyətin hansı vəziyyətdə olduğunu bilir. Yəni bizim uşaqlarımız o yaşdadırsa, dəfələrlə repressiyanın içində, sürgün həyatı, bu həyatı görürlərsə və az-çox bunu dərk edirlərsə, hər halda Əli Ağalarov, Eminin oğlu, Leylanın oğlu və Mehribanla İlhamın nəvəsidir. Hər bir halda Əli kimin haqqı ilə restoran açdığını, burger restoranı açdığını çox gözəl bilir. Yəni həmən restoranın pulu, həmən restoranın haqqı Azərbaycan xalqının sərvətidir. Yəni bu sərvət hesabına bu balaca nəvə Əliyevin davamçısı Ağalarovun, bilmirəm, oğlu restoran açır və şərh edir ki, heç nədən, yoxdan var olubdur. Yəni adam Xəzərə girəcək, Xəzər dənizinə çıxışı olan, belə deyək, əzəmətli bir tikilini bu cür şərh edir. Yoxdan var. Yəni bu boyda yoxdan var. Yəni bunu bu cür necə şərh eləmək olar? Orada Əli Ağalarov, niyə mən Əlinin adını dəfələrlə çəkirəm? Qoy bunu da vurğuluyum. Yəni İlham Əliyevin davamçıları, Əli, nə bilim, digər nəvəsi Əkiz Tayı, daha sonra Əminə, daha sonra qızları, nəvələri, fərq yoxdur, ailə üzvləri. Ona görə ki, İlham Əliyev bizim uşaqları nə qədər ki, Azərbaycan xalqının övladlarını hədəf alacaq, nə qədər ki, uşaqlarımız, körpələrimizin haqqı tapdalanacaq, nə qədər ki, bizim körpələr hədəfdədir, nə qədər ki, İlham Əliyev bütün sərhədləri keçib, o zaman biz niyə Əlinin, Əminənin adını çəkməyək? Biz nəyə görə? İlham Əliyev bu xalqa hörmət etmir, bu xalqa dəyər vermir. Biz xalq olaraq Əliyevi niyə qorumalıyıq? Niyə Əliyevin oğurluğunu, Əliyevin talançılığını, Əliyevin artıq özünün yox, nəvələrinin oğurluğunu, nəvələri bizim övladın haqqını yeyir. Biz bunu niyə səsləndirməkdən qorxmalıyıq? Bir xalq olaraq, bir vətəndaş olaraq, mən bunu uca səslə deyirəm. Əli Ağalarov, sənin baban, nənən, sənin ailə üzvlərin, sənin anan, siz oğrusunuz. Siz bu ölkənin haqqından, bizim uşaqların gələcəyini sənin baban uğurlayaraq, sən gəmi tikirsən, 16 yaşında bizneslə məşğul olsan. Hansı ki, Azərbaycan xalqının övladları məktəbə ac gedir, hansı ki, Azərbaycan xalqının övladları valideynsiz böyüyür, yoxsulluq üzərindən 99% ailələr dağılır.